Salam, hər vaxtınız xeyirli olsun əziz müəllimələr. Bugünkü izahımız testlərdə uyğunluq və uyğunsuzluğu necə tapmaq olar, bu barədə olacaq. İlk öncə olaraq belə bir suala baxırıq. Deməli, sualda qeyd etmişəm, gün rejimi üzrə verilmiş prosedurları uyğunlaşdırın. Yəni, burada biz cədvələ əsasən uyğunluğu tapmalıyıq. Əgər bizdən uyğunluğu tapmağı istəyirsə, bu zaman doğrunun altında doğru olan cavabları seçməliyik. Yanlışın altında isə yanlış verilmiş fikirləri seçməliyik. Deməli, birincidə qeyd olunur ki, günün birinci yarısına səhər gimnastikası, tədris fəaliyyəti daxildir. Bu doğru bir fikirdir. Günün birinci yarısında səhər gimnastikası olur və tədris fəaliyyəti, yəni keçirilən məşğələlərimiz aid edilir. Günün ikinci yarısı axşam gəzintisi, uşaqların yuxudan oyadılması. Bu da doğrudur. Qeyd olunanlar, yəni günün ikinci yarısına aid edilən bir prosedurlardır. Qidalanma gün rejiminin əsas komponentlərindən biridir. Doğrudur. Hansı ki, gün rejiminin əsas 5 komponenti var idi ki, və bunlardan biri də qidalanma idi. Daha sonra 4-5 yaşlı uşaqların çəkisi 15-20 kiloqram olur. Bu da doğru bir cavabdır. 1 yaşında uşaqların söz ehtiyatı 10-20, yaş yarımında isə 30-40 söz olur. Bu da doğru bir fikirdir. Gün rejimi bayramlardan, tədbirlərdən asılı olmayaraq dəyişməz olaraq qalır. Bu da doğrudur. Və burada verilən fikirlərin hər biri doğru olduğuna görə bizdən də şərtdə uyğunluğu seçmək tələb olunduğu üçün doğrunun altında dedik, doğrunu seçirik, yanlışın altında da yanlış bir cavabları seçməliyik. Və burada verilən fikirlərin hər biri doğru olduğu üçün, yəni yanlışın altında heç bir yanlışlar olmadığı üçün, deməli buradan heç bir cavabı seçmirik. Yəni doğru cavablarımızı götürürük 1, 2, 3. Yəni C variantı. Əgər şərtdə deyilsəydi ki, uyğunsuzluğu tapın, o zaman doğrunun altında yanlışı, yanlışın altında isə doğrunu seçməliydik. Və burada da yanlışın altında hər biri doğru verildiyi üçün, əgər şərtdə uyğunsuzluq yazmış olsaydım, o zaman cavabı 4, 5, 6 götürə bilərdik. Daha sonra isə belə bir suala baxaq. Verilənləri səriştə kateqoriyalarına uyğun olaraq uyğunlaşdırın. Birincidə qeyd edilir təfəkkür, 2 fəaliyyət, 3 dəyərlər. Yəni bu qeyd olunanların hər biri səriştələrin kateqoriyalarıdır. Və variantlara baxaq. Aylin anasının ona verdiyi tapşırığı məsuliyyətlə yerinə yetirir. Deməli, ailənin ona verdiyi tapşırığın məsuliyyətlə yerinə yetirilməsi aid edilir şəxsi və sosial məsuliyyət. Şəxsi sosial məsuliyyət də aid edilir dəyərlər kateqoriyalarından olan səriştəyə. Yəni, buradan A olacaq 3-ə. Daha sonra Ləman bilir ki, dinindən, irqindən, cinsindən asılı olmayaraq hər kəsə eyni yanaşmaq lazımdır. Bu da aid edilir mədəni müxtəlifliyə hörmət səriştəsi. Mədəni müxtəlifliyə hörmət səriştəsi də yer alır dəyərlərlə bağlı olan səriştələrdə. B variantı da 3-ə aid edilir. Akif hər zaman yoldaşları ilə birgə fəaliyyətlərdə iştirak edir. Deməli, uşaqların birlikdə iştirak etməsi, yoldaşları ilə ünsiyyətdə olması, bu da əməkdaşlığa aid edilir ki, bu da fəaliyyətlə bağlı olan səriştələrimizdə yer alır. Yəni C variantımız 2-yə aid ediləcək. Ləman yeni öyrəndiyi məlumatla əvvəl bildiyi məlumatlar arasında hər zaman təhlillər aparmağı xoşlayır. Yəni, bu da tənqidi təfəkkürə aid edilir ki, əvvəl öyrəndiyi biliklərlə yeni biliklər arasında təhlillər, müqayisələr aparır. Bu da aid edilir təfəkkürlə bağlı olan səriştəmizə. Yəni, bir də olacaq D variantı. Deməli, 1D, 2C, 3A və B. Buradan da doğru cavabımız olacaq D variantı.